Salam, hər vaxtınız xeyir. Bu günləri sizinlə 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi fizika qəbul testinin izahına baxacağıq. Birinci qrupdur. İlk sualdan başlayaq. Birinci sualımızda deyir ki, havanın temperaturunu değişmədən ondaki su buxarının konsentrasiyası 2 dəfə azaldıqda nisbi rütubət necə dəyişər? Düsturla tapacağıq asılığı. Düsturunu təyin edəcəyik. Düsturumuz fi bərabərdir rho bölünmüş rho sıfırdır. Bizdən konsentrasiyanın nisbi rütubət arasındakı asılığı istəyir. Nisbi rütubətimiz budur. Konsentrasiyanı tapmaq üçün biz burada rho'nun yerinə bilirik ki, belə bir düsturumuz var. Rho bərabərdir M0N getirib yazsaq, M0N bölünmüş rho 0. Görürük ki, nədir? Nisbi rütubətimiz konsentrasiyanın necə asıdır? Düz asıdır. Deməli, konsentrasiyamız 2 dəfə azalanda nisbi rütubətimiz nə edəcək? 2 dəfə azalmış olacaq. Keçək digər suala. Hansı cihazın göstərişinə əsasən sərtlik K məlum olan yaydan asılmış yükün rəqs tezliyini müəyyən etmək olar? Mən baxaq, qeyd alırmı? Bəli. Müəyyən etmək olar deyir. Sərtlik K-dır deyir və rəqs tezliyini müəyyən etmək üçün. Rəqs tezliyini müəyyən etmək üçün yenə düstura müraciət edəcəyik. Düsturumuz nədir? Rəqs tezliyi düsturu nu bərabərdir 1 bölünmüş 2 pi, biraz böyüdük. Vurulmuş kök altında m bölünmüş k. Bəli, düstur budur. Rəqs tezliyinin düsturu budur. Deyir ki, necə müəyyən edə bilərik? Baxın, düsturda nə var? Yəni pi var, m var, k var. Pi'ni ölçən bir cihazımız yoxdur. Yəni fizikada belə bir şey yoxdur. M kütlə. Kütləni biz hansı cihazın köməyi ilə ölçə bilirik? Tərəzi. Deməli, rəqs tezliyini necə müəyyən edə bilərik? Tərəzinin vasitəsilə müəyyən edə bilərik. 27-ci sual cavabımız B variantı olmuş olacaq. Keçək digər sualımıza. 28-ci sualda deyir. İnduktivliyi L olan sarğacın induktiv müqavimətini dəyişən cəryan tezliyi nasıl qrafiki verilmişdir? İfadələrdən hansı alfa bucağının tangensinə bərabərdir? Burada tam düşmür, bu x L'dir. Yəni induktiv müqavimətdir. Yenə düstura müraciət edəcəyik, düsturdan çıxarış edəcəyik və alfa bucağının tangensini tapmış olacağıq. Necə tapacağıq? Baxaq. XL bərabərdir omega L deyə düsturumuz var. Və biz digər dərslərimizdən, öncəki dərslərimizdən bilirik ki, bu dərsimiz daha son axırlara yaxın bir dərsdir. Dəyişən cərəyan dərsidir bu. Ondan əvvəlki dərslərdən, harmonik rəqslərdən, çevrə ilə bərabər ötərək etdim. Biz bilirik ki, omeganın düsturu nədir? 2 pi nu və ya da digərini yazaq. 2 pi bölünmüş t. Yəni bizə burada 2 pi nu lazımdır. Bəli, çünki fikir verin. Qrafikdə asılıqda nu verilibdir, nu'dan gedəcək. 2 pi nu l. İndi tangensin nəyə bərabər olduğunu bilməliyik. Belə gələk. Biz bilirik ki, tangens alfamız və ya da ki, bucağın tangensi qarşı katetin, yəni buranın, biz burada paralel köçürsək xl'i buraya, aşağıda nu'muz var. Nə dedik biz tangensə? Tangens alfamız nəyə bərabər dedik? Qarşı katetin, yəni x'in induktiv müqavimətin rəqs tezliyinə nisbətinə bərabər olduğunu dedik. İndi gəlin buradan çıxarış edib alfanı tapaq. Tangens alfamız, xl bölünməlidir rəqs tezliyinə. Gəlin baxaq. Buradan neyi çıxarsaq bizə daha sərfəli olar deyə baxıram. Məsələn, elimiz var, pi'mizi saxlayıblar, elimizi saxlayıblar, nu'nu dəyişiblər. Nu'nu dəyişiblər, amma nu'nu dəyişmək olmaz axı. Yox, olar. Belə yazaq. Nu bərabərdir xl bölünmüş nəyə? Nu bərabərdir 2 pi ilə. Buradan bir şey tapa bilirəm, xeyr. Ona görə bunu silirəm. Buradan çünki cavabımız çıxmır. L bərabərdir xl bölünmüş 2 pi nu. Bunu bildik. 2 pi nu'ya bərabər olduğunu bildik. Və görürük ki, xl'i nu'ya böləndə bizə nə verirdi? Tangens alfanı verirdi. Əla. Deməli,
L beraber oldu. Tangens alfa bölünmüş 2 pi'ye. Buradan tangens alfa neye beraberdi? L'in məxrəcində birimiz var. Tangens alfamız beraber oldu neye? 2 pi L'e beraber olmuş oldu. Cevabımız ne oldu? A variantı. Maraqlı sual idi. Maraqlı sual idi. Keçirik diğer suala. 29-cu sualda deyir ki, hansı qrafik verilmiş katod üzərinə düşən ışığın tezliği sabit kaldıkta ləngidici gərginliyin düşən ışığın tezliğindən asılını ifadə edir. Uşaqlar, bu bir qayda olaraq bu şekilde bilir ki, həm ləngidici gərginliyimiz, həm kinetik enerjimiz, həm sürətimiz, həm də impulsumuz düşən ışığın intensivliyindən aslı değildir. Bəs nədən asılıdır? Düşən ışığın tezliyindən və uzunluğundan asılıdır. İntensivliyindən heç vaxt asılı deyil. Hansı kəmiyyətlər? Gərginlik, kinetik enerji, impuls və sürət. Asılı deyil. Nədən asılıdır? Düşən ışığın uzunluğundan və yaxud da ki tezliyindən asılıdır. Cevabımız oldu Y variantı. Keçid 30-cu suala. 30-cu sualımızda bizə nə deyir? Mötərizədə verilib ki, Li indeksində m kvadrat bölü 2 çıxılmış Q bölü 2 ifadəsiyle rəqs konturunda hansı fiziki kəmiyyət təyin olunur? Baxın uşaqlar, bu nədir? Əgər biz ilk önce bunu araşdıraq ki, Q bölü 2 nədir? Elektrik sahəsinin enerjisini kimi qəbul olunur? 50 kvadrat bölü 2 də deyərsiniz ki, maqnit sahəsi enerjisi. Daha maqnit sahəsi enerjisindən elektrik sahəsi enerjisini çıxanda nə verir? Elə bir şey yoxdur axı. Xeyr, əgər indeksdə M hərfini gördüysə, yəni maksimum gördüysə, bu nə olmuş olur? Tam enerji olmuş olur. Çünki biz bilirik ki, ya elektrik sahəsi ya da ki maqnit sahəsi bunlardan biri maksimumsa, digəri sıfırdır. Çünki onlar bir-birini tarazlaşdırır. Belə deyək də, W tam bərabərdir. W elektrik sahəsi üstə gəlinmiş W maqnit. Yəni bunlardan biri maksimumsa, digəri sıfır olmalıdır. Mütləq şəkildə ki, tam enerjimiz sabit qalsın. Və burada maksimum verdiyinə görə, deməli, maqnit sahəsinin enerjisi maksimumu niyə bərabərdir? Tam enerjisinə bərabərdir. Deməli, biz W tamdan çıxırıq W elektrik sahəsini, bizə neyi verir? Maqnit sahəsinin enerjisini vermiş olur. Sarğacın maqnit sahəsinin enerjisinin aynı qiyməti. Cavab Y variantı olmuş olacaq. 31-ci sual. Rezistorlardan keçən cəryan şiddətləri arasında hansı münasibət doğrudur deyir və bizə gərginliyimizi sabit verib. İlk öncə buna baxaq. Dövrəmizə baxaq. Aha. Dövrədə R2 R, R3 2 R və R1'imiz R verilib. İlk öncə nəyi araşdırırıq? Bu ikisinə baxaq. R2 və R3 bir-birinə ardıcıl birləşib. Uşaqlar, ardıcıl birləşmədə cəryan şiddəti və yaxud da ki Q, bizim söhbət cəryan şiddətinə gedir, ondan gedək. Cəryan şiddəti necə olurdu? Sabit qalırdı. Sabit. Deməli, R2 nəyə bərabərdir? Üzr istəyirəm, I2 nəyə bərabərdir? I3'ə. Çünki dedik ki, ardıcıl birləşmədə cəryan şiddətləri bir-birinə sabit qalır. Bunu bildik. Əslində buradan cevabımız çıxır B variantıdır. Bəs deyirsiniz ki, I1 nəyə görə I2 və 3'dən böyükdür? İndi digər tərəfdən araşdıraq sualı. Görürük ki, bu ikisi bir-birinə ardıcıl birləşib. Amma R1, R2 və R3'ə paralel birləşib. Paralel birləşmədə i'miz bərabərdir I1 üstə gəlinmiş I2'yə. Yəni, buradakı I, cəryan şiddəti, buradakı i'lərin cəbri cəminə nədir? Bərabərdir paralel birləşmədə. Başa düşdünüzmü? Və düşünün, indi məsələn deyirəm, elə toplasaq R ilə 2R, 3R, deməli nə olur? I1 3 ilə bərabər olur. Amma R2 ilə R3 ayrı-ayrılıqda biri R'dir, biri 2R. Yəni I1'dən kiçikdir. Ona görə cevabımız I1 böyükdür, I2 bərabərdir, I3 şəklində olacaqdır. 32-ci sual, maraqlı sualdır və çaşdırıcı sualdır. Işıq bir mühitdən başqa mühitə keçərkən sürəti 1.5 dəfə azalarsa tezliyi necə dəyişir? Aha, deyirsiniz ki, tez qaçarsınız ki, variantlara 1.5 dəfə ya azalıb, ya 1.5 dəfə artıb. Xeyr. Xeyr. Yadda saxlayın bir qayda olaraq. Işıq bir mühitdən başqa mühitə keçərkən
Onun sürəti 1.5 dəfə azalıb, bəli. İşıq bir mühitdən digər mühitə keçərkən onun tezliyi, bucaq sürəti və periodu dəyişməz olaraq qalır. Cavabımız C variantı. Keçid olaraq digər sualımız 33-cü sualda deyir ki, beynəlxalq sistemdə əsas vahidi göstərin. Uşaqlar, fizikada 7 əsas vahidi var. Gəlin bunları sayaq. Uzunluğun vahidi metr, kütlənin vahidi kiloqram, zamanın vahidi saniyə, maddə miqdarının vahidi mol, temperaturun vahidi Kelvin, cərəyan şiddətinin vahidi amper, işıq şiddətinin vahidi kandela. Burada saydıqlarımızdan hansı var? Amper var. Cərəyan şiddətinin vahidi. 34-cü sual. Cismin çevrə üzrə bərabər sürətlə hərəkəti zamanı təcil vektoru hansı istiqamətdə yönəlmişdir deyir. Aha, çevrəmizi çəkək. Düzdür, çox oxşamasa da bir də baxaq, oxşatmağa çalışaq. Bir mərkəz verək. Bir şey yaddan çıxarmırsınız. Çevrə üzrə hərəkətdə cismin təcili həmişə çevrənin mərkəzinə doğru yönəlir. Həmişə. Sürət çəki çevrəyə toxunan istiqamətdə və bunların arasında 90 dərəcəli bir bucaq yaranır. Və biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə görülən işimiz hər zaman sıfıra bərabərdir. Bu da ekstra bir məlumat olsun. Cevabımız oldu çevrenin mərkəzinə doğru Y variantı. 35-ci sual. Birinci halda cismin təcili 2 metr bölünmüş saniyə kvadrat. İkinci halda isə 3 metr bölünmüş saniyə kvadratdır. Cisimlərin kütlələrinin M2 bölünmüş M1 nisbəti nəyə bərabərdir? Aha. Heç nə, sadə bir sual sürtünmə nəzərə alınmır deyir. Sürtünmə qüvvəsi. Newtonun ikinci qanunundan gedəcəyik. F bərabərdir MA. Bu Newtonun ikinci qanunu. Birincidə təcili A verib. Neyi tapmalıyıq? Kütləni. Üzr istəyirəm, kütləni tapmalıyıqsa A-nı yazırıq. M bərabərdir F bölünmüş A. Qüvvəmiz 10, təcilimiz 2. 10 bölünmüş 2-dən cavabı tapırıq 5 kiloqram. Bu nə oldu? Bizim M1'in kütləsi oldu. Yazaq buraya M1 indeksini. Bunu bildik. İkincisində, ikinci halda isə ki 3 metr bölünmüş saniyə kvadrat verilib. Neyimiz, təcilimiz? Cisimlərin kütlənin nisbətini tapanda bəli. Yine həmin düsturdan istifadə edəcəyik. Sadəcə burada 2 kütlə verilib. Heç bir problem yoxdur. Bu dəfə düsturumuz bu şəkildə olacaq. Gəlin buradan belə ayıraq. Aha, bu şəkildə olacaq. F bərabərdir M1 üstə gəlinmiş M2 vurulmuş A. Bu qədər bəsit. Zaten 5 kilogramı tapdıq. Gəlin bu alt hissəni silək. Buradan M1 üstə gəlinmiş M2 nəyə bərabərdir? F bölünmüş A-ya. Qüvvəmiz 24 verilib. Təcilimiz 3 verilib. Deməli, biz 24'ü 3'e bölüb alırıq 8 kilogram. Amma bu M2'nin kütləsi deyil ha. M1 üstə gəl M2 kütləsidir. Biz bayaq M1'i neçə tapmışdıq uşaqlar? M1'i tapmışdıq 5 kilogram. M1 5 kilogramsa M1 üstə gəl M2 8 kilogram olanda M2 nəyə bərabər olmuş olur? 3 kilograma bərabər olmuş olur. Bizdən nə istəyir? M2 böl M1. M2 böl M1 nisbətdə nəyə bərabər olmuş olacaq? 3 bölünmüş 5'ten 5'te 3 hansı variantda var? D variantında var. Bu şəkildə sadəcə bəsitdir. Newtonun ikinci qanunundan istifadə edərək yola çıxırıq və cavabı rahatlıqla tapmış oluruq. Bəli, bu qədər. 36-cı sual. Hidravlik presin porşenlərinin sayəsinin nisbəti S2 bölü S1 bərabər 9'dur. Tarazlıq halında porşenlərin altındakı təzyiqlərin nisbətini təyin edin. Uşaqlar, bunu bir qayda olaraq əzbərləyirsiniz. Nədir? Porşenlərin tarazlıq halında olan porşenlərin altındakı təzyiqlər nisbəti həmçinin işlərin nisbəti həmişə nəyə bərabərdir? 1'ə bərabər olmuş olur. Bunu bir qayda olaraq yadda saxlayırsınız. Bir də deyirəm. Tarazlıq halında olan porşenlərin altındakı təzyiqlərin nisbəti həmçinin işlərin nisbəti həmişə 1'ə bərabərdir. Cavab D variantı. Aha, birinci səhifə qutardı. Keçək ikinci səhifəyə. 37-ci sual. Maraqlı sualdır və biz bu sualda
bir çox çıxarış edəcəyik. 32-ci sualda deyir: bir cisim magnit sahəsinin qüvvə xəttlərinə perpendikular istiqamətdə sahəyə daxil olan protonun sürətini artırdıqda onun trayektoriyasının əyrilik radiusu və fırlanma tezliyi necə dəyişər? Maqnit sahəsidir. Xəttlərə perpendikular şəkildə daxil olmalıdır. Çünki əgər daxil olmasa perpendikular şəkildə bizim maqnit sahəsinə təsir edən naqilə təsir edən qüvvəmiz hansıdır? Lorentz qüvvəsidir. Onda sıfıra bərabər olar və heç bir asılılıq olmaz. Perpendikular daxil olmalıdır ki, düsturdan bilirik ki, F Lorentz nəyə bərabərdir? F Lorentz bərabərdir QVB sinüs alfa. Perpendikular daxil olmalıdır ki, sinüs alfamız 90 dərəcədə 1-ə bərabər olsun və asılılığımızı apara bilək. Yəni o perpendikular paralel söhbətdən mütləq şəkildə diqqət yetirin. Proton sürətini artırdıqda, neysə, ora çatmırıq. Bizdə radius və tezliyin sürətdən asılılığını istəyir. Uşaqlar, heç nə. Düsturdan çıxarış edəcəyik. F bərabərdir QVB demədik. Biz burada F qüvvəsini MA kimi aça bilirik, əvəzləyici qüvvə kimi. Bəli, QVB. A-nı çevrə üzrə bərabər sürətlər ki, çünki bizə onu artırda trayektoriyasını əldə edir. Əgər radius varsa, radius söhbəti. Deməli, burada bir çevrə var. Bir çevrə varsa, təcrübün düsturu necə olacaq? V kvadrat bölünmüş R. Niyə görə R? Çünki bizdən R'dən asılılığını istəyir. Ona görə R'dən getirir. Çünki təcrübün çox düsturu var. Bərabərdir QVB. Buradan V'lərdən biri ixtisar getdi. Deməli, QBR bərabər olur MV'yə. Buradan da radiusumuz nəyə bərabər olmuş olur uşaqlar? Radiusumuz bərabər olur MV bölünmüş QB'yə. Yekun düsturu burada yazaq. Radius bərabərdir MV bölünmüş QB. Nədir bizə? Proton sürətini artırdıqda əyrilik radiusu necə asılıdır uşaqlar? Protonun sürətinə. Ümumiyyətlə sürət necə asılıdır radius? Düz asılıdır. Deməli, sürətini artıranda radius nə edir? Artmış olur. Y variant getdi, C variant getdi, A variant getdi, B ya da D'dir. İndi bunun üçün araşdırmaq üçün nə edəcəyik? Yenə çıxarışlardan istifadə edəcəyik və tapacağıq. Yəni burada bəli, əzbərləmək olar. R bərabərdir MV1 kübü. Sadəcə bəzi şeylərdə, bəzi nüanslarda fizikada əzbərə yol verməyə ehtiyac yoxdur. Məsələn, sadəcə F bərabərdir QVB düsturun 1. Zaten digərləri əvvəlki dərslərdən bildiyin şeylərdir də, bildiyin məlumatlardır. Gətir yerini qoy, yine çıxarışla tapqı ilə. Fizikada nə qədər çox düstur əzbərləyirsənsə, bir o qədər qarışdıracaqsan. Çıxarışlara önəmli yol verin. QVB. Aha. Tezliyi istəyir. Tezliyin olan düsturla getmək olar. Çox uzun olmasın deyə əslində düz gedirdik də. Silməyə ehtiyac yox idi. Biz bir yaxına tapdıq uşaqlar. MV bərabərdir QBR demədik. Bunu tapdıq da, düzdür. Yenə çevrə üzrə belki radius söhbəti varsa orada çevrə var. Çevrə üzrə hərəkətdə sürətin düsturu nədir? Newton olan düsturu var idi. M2 pi. İndi burada new yazsa bəli 2pi new r diye düsturumuz var idi. Bərabərdir QB-R-ə. Düzdür? Bəli. R'lər ixtisar gedir? Gedir. Bizə nə lazımdır? New lazımdır. New burada nəyə bərabər olur? QB bölünmüş 2pi-M-ə. Yekun olaraq onu burada yazaq. New bərabərdir QB bölünmüş 2pi-M. Əzbərdə saxlaya bilərsiniz. Bu şəkildə çıxarışını tapa bilərsiniz. Sürət artırsa tezlik necə dəyişir? Uşaqlar bir dənə diqqətlə baxın. Düsturda sürət var, yoxdur. Yoxdursa hər hansı bir asılılıqdan söhbət gedə bilərmi? Xeyr. Deməli nə olur? Dəyişmir. Artar, dəyişməz. Cavabımız nə oldu? B variantı oldu. Gəlin bunu sürətli, hızlı bir şəkildə silib keçək digər sualımızın izahına. 38-ci suallar için müsbət iş görən qüvvənin istiqamətini göstərin. Bu tip suallarda şaşmaya ehtiyac yoxdur. 2 ola bilməz çünki biz bilirik ki, ilk öncə işimizin düsturunu yazaq. F vur S vur kosinüs alfa. 2 nə görə ola bilməz dedim? 90 dərəcə. 90 dərəcə kosinüs alfa niyə bərabərdir? 0-a. Amma deyək ki, müsbət iş görsən, yəni iş görülür. Axı 90 dərəcə iş görülmür. 2 getdi. Və bir də nəyə diqqət etməliyik? Bir qayda olaraq yadda saxlayın deyirəm. Əgər bir işim
müsbət, məsələn, cismin müsbət iş görülməsi lazımdırsa, və ya da müsbət iş görürsə cisim, bu cisim bərabər yeyinləşən hərəkət edir. Bir də deyirəm, bir cisim müsbət iş görürsə, bu cisim bərabər yeyinləşən hərəkət etmiş olur. O zaman biz bilirik ki, impulsun düsturundan P bərabərdir mv'dən bilirik ki, impuls hara gedirsə, sürət də o istiqamətdə gedir. Sürətin istiqaməti də bu şəkildədir. İndi siz özünüz qərar verin. Qüvvənin istiqamətini ha tərəfə verməliyəm ki, bərabər yanaşan hərəkət olsun. F bərabərdir MA-dan da biz bilirik ki, təcil də həmişə qüvvə istiqamətinə yönəlir. Deməli, əgər mən bir istiqamətində göndərsəm qüvvəmi, çünki diki müsbət iş görən qüvvənin istiqamətini göstərir. Əgər mən qüvvəmi bir istiqamətini göndərsəm, təcil də bu sağa doğru olacaq, sürət da tərəfə də sağadır və biz bilirik ki, təcil və sürət vektorları eyni istiqamətdə yönələndə necə hərəkət olur? Bərabər yeyinləşən hərəkət olur. Bu zamanda işimiz necə olur? Müsbət iş olur. Əvvəldə demişdik ki, cismin müsbət iş görməsi üçün cisim bərabər yeyinləşən hərəkət etməlidir. Cavab Y variantı olmuş olacaq. Yəni hızlı bir şəkildə silelim. Keçək digər sual izahına. Səhv etmirəmsə 30-25 sual olmalı 2016-cı ildə. Aha. Fotorezistor üzərində düşən işığın intensivliyini azaltsa, ampermetrlərin göstərişi necə dəyişər? Maraqlı sualda geniş izah vermək olar, bəli olar. Keçək izaha. Deməli, fotorezistor üzərinə düşən işıq. Fotorezistor hansıdır burada? Hətta burada göstərib budur. Bu da rezistordur. Və biz bilirik ki, fotorezistorun temperaturu müqavimətlə tərs asılıdır. Belə bir qrafik çəkəcəyim. Fotorezistor temperatur müqavimətlə tərs asılıdır. Deyir ki, intensivliyi azaltsaq, düşən işığın intensivliyini, temperatur azalacaq. Bunu necə bilək, uşaqlar, necə məntiqlə tutaq? Məsələn, loru dildə izadəsi olsa, çəkici götürmüş əlimizə, taxtaya mismarı döyəcləyirik. Həmin çəkici mismara vurduqda çəkicin ucu qızırmı? Bəli. Üstünə vurduqda, döyəclədikdə nə edir? Qızır, temperatur artır. Artıq məsələn o vurmanın şiddətini azaltdıqda, ya da tamamilə kəsdikdə temperatur azalmış olur, ya da kəsilmiş olur. Yəni temperatur artıq itir. Və burada deyir ki, düşən intensivliyi azaltdıq. Burada bir ki, işıqla təsir edirsən. İşıqla vurursan, döyəcləyirsən fotorezistoru. Və deyir ki, bu döyəcləməni, bu təsiri azaldırıq. Onda temperatur nə edir? Çəkici misalından da bildiyimiz kimi azalır. Deyir ki, müqavimət necə asılıdır? Tərs asılıdır. Fotorezistorun temperatur azalanda müqaviməti nə edəcək? Artmış olacaq. Biz cərəyan şiddəti, sabit cərəyan qanunlarından bildiyimiz bir düsturu bilirik ki, I bərabərdir U böl R əsasən. Çünki U'muz sabit verilib, əla. Müqavimətimiz artanda cərəyan şiddətimiz nə edir? Azalır. Deməli, A1'miz nə edir burada? Azalır. B, C, D variantlar getdi. A-dan Y qaldı. A2. Uşaqlar, rezistordur bu. Rezistor temperatur müqavimətlə düz asılıdır. Amma rezistorun üzərində heç bir işıq təsiri yoxdur. Yəni heç bir təsir yoxdursa, deməli heç bir dəyişmə də yoxdur. Ona görə də A2. A2'nin göstərişi nə olur? Dəyişməz olar. Cavab A variantı olmuş olacaq. Keçək 40-cı sualın izahına. Nöqtəvi müsbət Q yükünün tərəfləri A və 2A olan düzbucağının A və B təpələrində elektrik sahəsinin potensialları arasında hansı münasibət doğrudur deyir. Elektrik sahəsinin potensialları. İlk öncə potensialın düsturunu yazırıq bir qıraqda. Buradakı fi bərabərdir K Q0 bölünmüş R. Burada bizim R'imiz A olacaq. Q0'ımız sabit kəmətdir. O şəkildə asılığı aparacaq. Gəl siz bəs məsafəni necə bilək? Uşaqlar, Q yükünün üzərinə nöqtəni qoyursunuz. Məsələn, qələminizi tutursunuz bura Q-ya. Və A və B-dən ən qısa məsafəni tapmağa çalışırsınız. A-dan Q-ya ən qısa məsafə hansıdır? Bu. Deməli, bu məsafəsi nədir? A. Bəs B-dən Q-ya ən qısa məsafə hansıdır? Çəkirəm. Baxın, bu. Yaxşı, bəs bunu necə tapacağıq? Düzbucaqlıdır. Pifagor teoreminin əsasını tapacağıq. Bura A-dırsa, bu digər tərəfdə A-dır. Çünki biz bilirik ki, düzbucağının bir-birinə paralel tərəfləri bərabər olur. 2A və A. Burada 90 dərəcə. Pifagor teoreminə görə katetlərin kvadratları cəmi
Hipotenuzun kvadratına bərabərdir. Yəni c kvadratı bərabərdir 2a kvadratı üstə gəlinmiş a kvadratı. Qısacası c bərabərdir kök altında 5a-ya. Yəni fibinin məsafəsi niyə bərabərdir? Kökdə 5a-ya bərabərdir. İndi gəlin bunu burada silək. Yazaq. Fi a heç nə. Fi a-da dəyişən bir şey yoxdur. Fi a k 2/0 böl a-dır. Çünki r-in yerində dedik nə olacaq? A olacaq. Məsafə də a-dır. Nisbət. Çünki bizə fi a ilə fi b-nin nisbətini istəyir. Fi b bərabərdir k 2/0. Fi b-ni məsafəsini neçə tapdıq? Kök altında 5a tapmış olduq. K'lar ixtisarcı edir. 2/0'lar ixtisarcı edir. Kökdə 5a yuxarı qalxmış olacaq. Digər a'mız fi a'nın a'sı aşağı düşəcək. Kökdə 5a böl a'lar ixtisarcı etdi. Buradan da görürük ki fi a nəyə bərabərdir? Fi a bərabərdir kök altında 5 fi b-yə. Düsturdan çıxarış edib tapırıq. Cavabımızı alırıq nə? C variantı almış oluruq. Gözəl, mükəmməl sual idi. Maraqlı sual idi. Keçid ala 41-ci sualımıza. Kütləsi M olan maqnit şaquli polad lövhəyə cəzb olunaraq yapışıbdır. Maqnitlə lövhə arasındakı sürüşmə, sürtünmə qüvvəsi F sürtünmə olarsa, maqniti yuxarıya doğru bərabər sürətlə hərəkət etdirmək üçün tətbiq olunan F qüvvəsinin modulu hansı ifadəyə təyin olunur? Heç nə uşaqlar, biz burada təsir edən qüvvələri tapıb o şəkildə tapacağıq. Cisim yuxarıya doğru hərəkət edir, düz deyil. Biz bilirik ki, aşağıya doğru təsir edən daim bir qüvvəmiz var. Yerin mərkəzinə doğru yönəlib hər zaman təsir edir. Bütün cisimlər təsir edir. Cismin mərkəzindən. Hansı qüvvəmizdir o? Ağırlıq qüvvəmizdir. mg. Cisim yuxarı doğru hərəkət edirsə, sürtünmə qüvvəsi ha tərəf olur? Sürtünmə qüvvəsi cismin hərəkət istiqamətinin hər zaman əksinə yönəlir. Yəni o da aşağıya doğrudur. Heç nə, bizdən bu F-in niyə bərabər olduğunu istəyir. Baxın, F qüvvəsinin modulunu təyin edin. Biz bilirik ki, fizikada belə bir qanun var, belə bir qayda var. Deyirəm, bunu yazın bir qeyd kimi. Bir tərəfə yönələn qüvvələrin cəmi, məsələn, yuxarı yönələn qüvvələrin cəmi, digər tərəfə yönələn qüvvələrin cəminə, yəni aşağı yönələn qüvvələrin cəminə bərabərdir. Yəni, F yuxarı yönəlib, bərabərdir. F sürtünmə və mg aşağı yönəlib, F sürtünmə üstə gəlinmiş mg-yə bərabərdir. Cavabımız olacaq Y variantı. Bunu bir qayda olaraq yadda saxlayın. 42-ci sual. Verilmiş qrafik əsasında cismin sürətini hesablayın. Sadə bir sual, düz xəttə bərabər sürətli hərəkət mövzusuna aid bir sualdır. Sürətini hesablayın deyir. Qrafikdə yer dəyişmə verilib, zaman verilib V bərabərdir S bölünmüş T'dən. İstənilən bir S-i getirib, yəni yerinə qoya bilərsiniz 6, 4, 2, ona uyğun zamanları qoymaq şərti ilə. 8 bölü 4 cevabı tapırıq 2 metr bölünmüş saniye. Veyahut da 6 bölü 3. Ya da 4 bölü 2, 2 bölü 1. Həmin cevabı verir. Cevap elədi C variantı. Bu sualda belə. 43-cü sual. Maraqlı sualdır. Qapalı konturlu hüdudlanmış səthdən keçən mani seli zamandan asılı olaraq artarsa, konturda yaradan indüksiya cərəyanının mani sahəsinin indüksiyası hansı istiqamətdədir deyir. Aha. Baxın, biz bilirik ki, indüksiya cərəyanı EI-nin düsturu niyə bərabərdir? Mənfi delta fi bölünmüş delta t vurulmuş n. Və delta fi bölü delta t əgər sıfırdan böyüksə, EI nə olur? Sıfırdan kiçik olmuş olur. Bunu bir lordu ilə də izah edəcəyim, yadda qalan bir şəkildə. Bir də belə izah edirik. Deməli, maqnitimiz kontura nə edir? Daxil olur. Maqnitimiz kontura daxil olursa, bu zaman indüksiya cərəyanı hansı tərəf yönəlmiş olur? Onun əksinə doğru yönəlmiş olur. Cavab 1. C variantı. Loru dildə izah edirəm. Baxın, əgər maqnit daxil olursa, xarici maqnit sahəsi onun gəlməyini istəmir. Belə bir loru dildə izah var. Gəlməyini istəmir və onun əksinə yönəlir.
Yox, əgər maqnit sahəsi konturdan çıxırsa, onun getməyini istəmir və onun əksinə yönəlir. Yəni onu cəzb edir. Deməli, nə olur? Maqnit kontura yaxınlaşdıqda kontur, yəni o yumru halqa itələnir. Maqnit konturdan uzaqlaşdıqda kontur maqnitə cəzb olunmuş olur. Yəni gedəndə getməyini, gələndə gəlməyini istəmir. Bu şəkildə cavabı C variantı tapmış oluruq. 44-cü sual maraqlı bir sualdır. Cəryanlı naqillərin, gəlin hızlı bir şəkildə yuxarıda yazdıqlarımızı silək, özümüzə boş bir sahə yaradaq. Aha. Cəryanlı naqillərin kəsikləri göstərilmişdir. Cəryan şiddətləri I1 və I2 olan naqillər tərəfindən ilk cəryanına axan naqili təsir edən amper qüvvələrinin əvəzləyicisi hansı istiqamətə yönəlmişdir? Nöqtə XX. Aha. Biz bilirik ki, nöqtə şəkil müstəvisindən bizə doğru yönəlmişdir. X-dəki bizdə şəkil müstəvisinə doğru yönəlmiş cəryan olmuş olacaq. Sizə bir şey deyim. Gəlin çəkək onu bir qıraqda. Bu şəkildə, bu şəkildə. Belə mənbəyə oxşataq bunu. Əgər cəryanlarımız eyni istiqamətə yönəlmiş olarsa, bu cəryanlar bir-birini cəzb edəcək. Yox. Cəryanlar əks istiqamətə yönəlmiş olursa, bir-birini itələnmiş olacaq. Gələk suala. Aha. Dedik ki, əks işarələr neyinir? Bir-birini itələyir. Onda nə olacaq? A tərəfə yönələcək qüvvəmiz bir-birini itələyir də, bir-birinin əksinə. Eyni şəkildə burada X-i birində yumrudur. Hara yönələcək? Bu şəkildə, bir-birinin əksinə. Və deyir ki, I3 cəryanına axan naqili təsir edən amper qüvvələrinin əvəzləyicisi. Uşaqlar, biri bu tərəfə yönəldi, biri bu tərəfə. Bunların əvəzləyicisi nəyə bərabər olmuş olacaq? Ha tərəfə yönəlmiş olacaq. Bu ikisinin ortasından yuxarıya doğru yönəlmiş olacaq. Cavabımız nə olmuş olacaq? D variantı olmuş olacaq. 45-ci sual. Nüvə reaktorunun hansı elementi neytronları yavaşlatmaq üçün istifadə edilir? Aha, əzbərə bir sualdır. Qrafit, bəli, cavab qrafitdir. C variantı. Təkcə qrafitdirmi? Xeyr. Sualda deyir ki, nüvə reaktorunun hansı elementi neytronları yavaşlatmaq üçün? Nüvə reaktorunun elementləri var ki, neytronları yavaşlatmaq üçün istifadə olunur. Neytronları yavaşlatmaq üçün istifadə olunan digər elementlər nədir? Ağır su, adi su, qrafit və berilyum. Bu şəkildə 4-ünü yadda saxlayın. Cavabımız C variantı. Keçək 46-cı suala. İdeal qazın həcminin temperaturdan asılı qrafikində hansı proses təsvir olunmuşdur? Aha. Görürük ki, həcmimiz sabitdir. İdeal qazlara aid buna çox gözəl bir izah verəcəyim. Konkret, qısa və konkret. Uşaqlar, bu tip suallarda ideal qaz söhbətində PV bölü T bərabər konstant yazırsınız. Zaten bilirik ki, bəmişə sabitdir. Görürük ki, V'miz sabitdir, düz deyil. Baxın. V'miz sabitdir. Hansı proses olacaq? İzoxor proses olacaq. V'miz sabit olanda izoxor proses. P'miz, təzyiqimiz sabit olanda izobar proses. T'miz sabit olanda izotermik proses olmuş olur. Və buradan görürük ki, temperatur neyinir uşaqlar? Bu tərəfə də ox azalır. Bu nə olmuş olur? İzoxor soyuma olur. Çünki temperatur azalanda nə olur? Soyuma olur. Ona görə də otomatikman cavabımız nə olur? İzoxor soyuma A variantı olmuş olacaq. Bu səhifənin də izahları bitdi. Keçək sonuncu səhifənin izahlarına. Aha. 47-ci sualda deyir ki, sarğacın daxilindəki maqnit seli 0,3 V1-dən 0,7 V1-ə qədər artdıqda maqnit sahəsinin enerjisi 0,4 joule artdı. Sarğacın indüktivliyini hesablayın. Baxın uşaqlar, enerji var. Maqnit selinin dəyişməsi var və indüktivliyi istəyir. Hansı düstur ola bilər? Delta W çünki dəyişmədir, bərabərdir. Delta phi deyil, maqnit seli, bəli, kvadratı bölünmüş 2L düsturundan istifadə edəcəyik. Fiimizi 0,3-dən 0,7-yə qədər artıb deyirsə, deməli delta fiimiz nəyə bərabər olacaq? 0,7 çıx 0,3-dən bərabər olacaq nəyə? 0,4-ə. Yaxud da 4 vurmuş onun üstü mənfi 1-ə. Bizə burada nə istəyir? İndüktivliyi, L istəyir. L bərabərdir.
Üstədən çıxarış edəndə elin nə olduğunu görürük. Görürük ki, delta fi kvadratı bölünmüş 2w. Delta w. Delta fi kvadrat. Deməli, dəyişməni tapdıq 0,4. 0,4'ün kvadratı yoxdur. 4 vurulmuş 10 üstü mənfi 1'in kvadratı eləyir 16 vurulmuş 10 üstündə mənfi 2. 0,4 yolda bunu verib. 2'nin 0,4'e vuranda, mayın sayısının değişməsindən vuranda eləyir 0,8. Ümid edirəm düzgün etdiyim məncə hesablama səhvimiz olmadı. Bəli olmadı. 8'i də necə yazacağıq? Hələ bir yazdığımız kimi 16'nı vururuq 10 üstü mənfi 2. Yəni biz 0,4'ü 4 vurulmuş 10 üstü mənfi 1 kimi yazmadıq. Kvadratı yüksəltib bunu almadıq. Aşağıda da yazırıq 8 vurulmuş 10 üstündə mənfi 1. 8 ilə 16 getdi qaldı 2. 10 üstü mənfi 1 də bu bəli. 10 üstü mənfi 1. 10 üstü mənfi 2'dən çıxırıq 10 üstü mənfi 1'i. İlir hələ 10 üstü mənfi 1. Yəni 2 vurulmuş 10 üstü mənfi 1'dən cavabını alırıq 0,2 Henry. Bizim induktivliyimizin vahidi nədir? Henry'dir. Çünki baxmış olar. Bu tip açıq suallarda deyir ki, hesablayın Henry ilə. Siz Henry'ni yazmayanda bal kəsirlər. Yəni, mütləq şəkildə onu vurğulayın orada. Cavabımız nə oldu? 0,2 Henry olmuş oldu. Gəlin buranı siləyək. Keçid alaq nəyə? 48-ci sual. Cavab yazaq 0,2 Henry. 48'də deyir ki, verilmiş kütləli ideal qaz bir halına 2 halına keçir. Asılıqları silir. Uşaqlar bir yaxına dedim. İdeal qaz söhbəti varsa neyinirsiniz? 3 keyməti yazırsınız. P, V böl T bərabərdir konstant. Qutardı söhbət bundan həll olacaq. 1, 2, 3, 4, 5. Aha, şey seçirik. Doğru variantları seçirik burada. Yəni hansısa. Baxın, 1-dən 2'yə. Uşaqlar, təzyiqdə azalıb, temperaturda azalıb. Baxın, təzyiqdə azalıb, temperaturda azalıb. Bu iki keymiyyət değişibsə, hansı keymiyyət sabit qalır? Həcm sabit qalır da. Həcm sabit qalmalıdır ki, bu iki keymiyyət arasında asılıq olsun. Deməli, nədir? Qazın həcmi sabit qalır. Birinci 5. Görürük, nə görürük? Temperatur azalır. Baxın, oxun istiqamətində. Temperatur azalırsa, qazın daxili hissini etməlidir? Artır yazılıb bir də, xeyr. Azalır yazılıb, bəli, 2. Daxili sabit qalır, xeyr. Həcmi azalır, xeyr. Cavab elə 2, 5'dir. Deyərsiniz ki, bəs daxili enerji temperatur azalanda niyə azaldı? Daxili enerji düsturundan bilir ki, o bərabərdir 2'də 3 RT düsturumuz var və görürük ki, daxili enerjimiz temperatura necə asıdır? Düz mütasib asıdır. Ona görə temperaturumuz azalanda daxili enerjimiz də azalmış olacaq. Son 2 sual. Keçid alaq 49-cu sualın izahına. Elektrik tutumu 4 mikrofarad, yükü 0,4 milliklon olan müstəvi kondensatorun elektrik sayəsində enerjisini hesablayın. Çox sadə. Uşaqlar, tutum verilib, yük verilib. Nə istəyilir? Elektrik sayəsində enerjisi. Düstur nədir? W bərabərdir Q kvadrat bölünmüş 2'si. Get yerine koy, getsin. Aha, mikrofarad milliklon. Bir sizə burada bir qeyd edeyim. Bunları yazın, SS edib götürərsiniz. Ya da bir dəftərinizə yazarsınız, qeyd dəftərinizə mütləq yazın. Milli sözü eşitdirsə bu 10 üstü mənfi 3'dür. Mənfi 3. Mikro 10 üstündə mənfi 6. Nano 10 üstündə mənfi 9. Piko 10 üstündə mənfi 12 deməkdir. Baxın, bunları mütləq şəkildə əzbər bilin. Bilin ki, hesablamada əziyyət çəkməyəsiniz. Məncə SS edib götürdünüz ya da dəftərinizə yazdınız. Videonu saxlatıb da yazarsınız. Sizə daha uyğun olar. Keçək alaq hesablamamıza. Q kvadrat. Heç nə, mikro nə dedik biz? Üzr istəyirəm. Burada belə bir, bu milli kilondur. 10 üstü mənfi 3. 0,4 vurulmuş 10 üstü mənfi 3'ün kvadratı. Aşağıda da nə verilib? Mikro. Mikro nə dedik? 10 üstü mənfi 6. 2 vur, 4 vur, 10 üstündə mənfi 6. Şöyle 0,4'ü mən necə yazacağım? 0,4 yazacağım. Gəl onu yazmamışdan qabaq ilk öncə əvvəlcə yazıb getirib yerinə qoyardıq. 0,4'ü mən yaza bilərəm. 0,4 bərabərdir 4 vurulmuş 10 üstündə mənfi 1'e. O da 4 vurulmuş 10 üstü mənfi 1. 10 üstü mənfi 3 de burada var idi. Üstlər toplanır. 10 üstü mənfi 4'ün kvadratı eləyir. Eləyir. Kvadratı nə verir? 16 vurulmuş 10 üstü mənfi 8. Aşağıda da 8 vurulmuş 10 üstü mənfi 6. İxtisar gedir.
2. 10 üstü mənfi 8-dən çıxırıq mənfi 6. Qalır 10 üstü mənfi 2. Yəni 2 vurulmuş 10 üstü mənfi 2. 10'a bölsək, bunu da 10'a vursaq, yəni heç bir şey değişmiş olmuruq ki. Sadəcə 2'ni 10'a bölüb 10'a vurduq. Heç bir şey değişmədik. 10'a bölüb 10'a vuranda, yəni bir ədədi eyni bir ədədə vurub yaxud da ki böldükdə nə edir? Ədədin qiyməti değişmir. 0-10'da 2 vurulmuş 10 üstü mənfi 2 elədimi? Çünki əslində səhv oldu bir dəqiqə. Üzürlü sayın. Bunu 10'a vurdumsa 2'ni. Bunu 10'a bölməliyim ki bizim qiymətimiz değişməsin. Bunu 10'a böləndə 10 üstü mənfi 2 çıxılmış, bunun üstündə 1 var da. Nə eləyir? 10 üstü mənfi 3. 20 vurulmuş 10 üstü mənfi 3. 10 üstü mənfi 3'dür. Bir yaxı nə dedik biz? Nədir? Millidir. 20 bizdən nə istəyir şərtdə? Elektrik sahəsinin enerjisini 20 millijoule olmuş olacaq cavabımız. Ümid edirəm aydındır. Keçid alaq digər sual izahına. Bəli, azaltmışıq. Keçid alaq digər sualımızın sonuncu sualımızın izahına. Qeyd edik ki, burada cavabımız nə oldu? 20. Baxın, elə şərtdə bizim millijoule istəyirdi. Düz getirmişik. 20 millijoule. 50-ci və sonuncu sualımız. Qravitasiya sahəsinin intensivliyini yer səthinə olan hündürlükdən asılı qrafikinə əsasən uzunluğunu müəyyən edindir. Üzr istəyirəm. Qrafikinə əsasən uyğunluğu müəyyən edindir. JH bəli. Bu düsturdur. J bərabərdir. Böyük J vurulmuş M bölünmüş R plus H'ın kvadratı. Heç nə. Bu düsturu bildiniz. Qalanı siz üçün heç nədir. Bir də aşağıdan ya da yanına aşağıdan gedirik. 1, 2, 3. A. Yerin radiusunun 2 mislinə bərabər hündürlükdədir. Baxaq. Bəli. H1. Baxın, Y0/9'dursa və H1'dir ki, yerin radiusunun 2 mislinə. Baxın, radius yerinə 2H qoyduğumuzda 2 mislinədir axı, radiusunun 2 mislinə bərabər hündürlükdə. 2H üstü gəl 3H. Kvadrat nə eləyir? 9H'ın kvadratı eləyir. Oradan da J0/9 olur mu düsturundan gedəndə? Bəli, olur da. Məxrəcini nə aldıq? 9'u aldıq. 1'ə nə oldu? A variantı. Yerin radiusunun 5'te 1 misli. Elə bir şey yoxdur. Yerin radiusunun 4 misli. H3'ə baxın. Heç nə də getirib radiusun yerinə 4H yazasınız. Topladım 5H. Nə oldu? 25H'ın kvadratı. J0/25. Sadə. 2'ye C. Yerin radiusuna bərabər hündürlükdədir. Bu zaman J0 bölünmüş 4 olmalıdır. Elə biri yoxdur. Yerin radiusunun 3 mislinə. Heç nə. Bu da B. Baxın H2'yə. Getirib. Şimdi burada göstereyim. 3H yazanda, toplayanda ne elib? 4H. 4H'ın kvadratını verir. 16 vermir. Qutardı getdi də bu qədər bəsit. Məxrəcə düşür 16, J0 bölünmüş 16. Üçüncü sualımıza ne oldu cevap? 3'e bəli, Y variantı getmiş oldu. Şuralar belə bir proyekt başlatmışam. 2016-cı ildən 2025-ci ilə kimi son 10 ildə keçirilmiş DİM tərəfindən son 10 ildə keçirilmiş fizika qəbullarını izah edəcəyim. Siz də mənə bu yolda dəstək olmaq üçün kanala abunə olub like atıb yorum yazmağı unutmayın. Sağ olun.